Salam. Yəqin sizin də başınıza gəlib, vacib bir iş görüşməsindən, hətta dostunuzla adi bir söhbətdən sonra fikirləşirsiniz ki, görəsən o əslində nə düşünürdü? Bəzən elə bil deyilən sözlərlə deyilməyənlər arasında böyük bir boşluq var. Bugün sizin təqdim etdiyiniz mənbəyə David J. Lieberman'ın Mind Reader kitabına əsaslanıb, məhz bu boşluğu doldurmağa çalışacağıq. Amma bu, sehir və ya falçılıq deyil, yox. Sadəcə insanların bədən dili, söz seçimi ilə göndərdiyi o gizli siqnalları anlamaq sənətidir. Bəli, bu bir növ super güc kimidir və dünyanı görmə tərzinizi həqiqətən də tamamilə dəyişə bilər. Hə, bu çox doğru bir bənzətmədir. Çünki bu bacarıqlar təkcə, bilmirəm, xüsusi xidmət agentləri üçün deyil. Bunlar gündəlik həyatın alətləridir. İşdə, evdə, münasibətlərdə. Deməli, hər yerdə. Tam olaraq. Biz adətən eşitdiklərimizə fokuslanırıq. Amma əsl hekayə çox vaxt gözümüzün qarşısındadır. Məsələn, elə üz ifadələrində. Bəlkə elə buradan başlayaq. Əla fikirdir. Mənbədəki o cümlə məni çox tutdu. Əgər birinin üzünü oxuya bilmərsənsə, həyatı yarı kör yaşayırsan. İlk baxışdan sərt gəlir, amma düşünəndə haqlıdır. Məsələn, kimdənsə soruşursan, necəsən? Deyir, yaxşıyam, heç bir problem yoxdur. Amma içində bir səs sənə deyir ki, nəsə qaydasında deyil. Biz isə çox vaxt o səsə yox, deyilən sözə inanırıq. Məhz elədir. Və burada öyrənə biləcəyimiz ən təməl bacarıqlardan biri, yəni həqiqi və saxta təbəssümü ayırd etməkdir. Həqiqi səmimi təbəssüm. Psixoloqlar buna düşən təbəssümü deyir. Təkcə ağzı yox, göz ətrafındakı əzələləri də işə salır. Hə, o göz kənarındakı qırışlar. Bəli, o qarğa ayağı deyilən cizgilər yaranır. Əgər təbəssüm ancaq ağızdadırsa, gözlərsə, belə deyək, ölü baxırsa, bu çox güman ki, məcburi bir jestdir. Yaxşı, bəs bu nə deməkdir? Yəni, hər dəfə gözləri gülməyən insanı şübhəli hesab etməliyik. Bu, biraz ifrat deyilmi? Bəlkə sadəcə yorğundur? Çox gözəl sualdır. Baxın, söhbət tək bir işarəyə əsaslanıb hökm verməkdən getmir. Söhbət bir uyğunsuzluğu görməkdən gedir. Əgər kimsə sizə həyatının nə qədər möhtəşəm olduğunu danışır, amma təbəssümü gözlərinə çatmırsa, bu sadəcə bir siqnaldır. Dayan və daha diqqətli ol siqnalı. Anladım. Deməli, bu kimisə ittiham etmək yox, daha dərindən anlamaq üçündür. Mənbədəki o başqa misal da çox təsirlidir. Deyir ki, dostunuz hər şeyin qaydasında olduğunu söyləyir, amma siz onun qaşlarının daxili uclarının biraz yuxarı qalxdığını görürsünüz. Bu, demək olar ki, sezilməyən bir hərəkətdir, amma kədərin universal işarəsidir. Bəli, məhz o anda sadəcə doğrudan yaxşı olduğuna əminsən, demək bütün söhbəti dəyişə bilər. Dəqiq. Çünki ona sadəcə qulaq asmadığınızı, onu həqiqətən gördüyünüzü göstərirsiniz. Digər duyğuların da öz imzaları var. Məsələn, qorxu. Gözlər böyüyür, üst göz qapaqları qalxır. Sanki daha çox məlumat toplamağa çalışır. Dədir. Əzədir, hepsinə fokusu daraldır. Qaşlar aşağı enir, bir-birinə yaxınlaşır, çənə irəli çıxır. Bunları öyrənmək üçün hər gün biraz müşahidə etmək kifayətdir. Kafedə, metroda, mühakimə etmədən. Bir müddət sonra bu vərdişə çevrilir. Deməli, üzlər danışır. Təki biz dinləməyi bacaraq. Yaxşı. Bəs sözlər. Həmişə düşünmüşəm ki, sözlər daha etibarlıdır. Amma deyəsən elə deyil. Heç də həmişə yox. Həm də necə güclü bir siqnaldır. Mənbədə bir səhnə var. Təqdimatdan sonra liftdəsiz. Həmkarınız deyir ki, təqdimat gözəl idi. Bir həftə sonra başqa təqdimat, başqa həmkar. Bu dəfə deyir, təqdimatınızı həqiqətən çox bəyəndim. İlk baxışdan ikisi də tərifdir. Tərifdir, amma aralarında dağlar qədər fərq var. Bir dəqiqə, bu çox maraqlıdır. Deməli, təqdimat gözəl idi, əslində heç tərif olmaya bilər. Yəni, arxasında şəxsi bir məsuliyyət yoxdur. İşin açarı əvəzliklərdədir. Mən bəyəndim deyən şəxs fikrimin arxasında dayanır. Bu, şəxsi rəydir. Amma təqdimat gözəl idi demək, bu ümumi, sahibsiz bir şərtdir. Sanki göy mavidir demək kimi. Aydındır, deməli, insan özünü o fikrə tam bağlamır. Bəli, əvəzliklərdən, yəni mən, biz kimi sözlərdən qaçmaq çox vaxt psixoloji məsafə yaratmaq cəhdidir. Vay, bu inanılmazdır. İndi düşünürəm ki, bu nümunə hər yerdə var. Mənbədə də deyir, təcrübəli müstəntiqlər bilir ki, yalan danışan adam maşınım yandı deməz. Maşın yandı deyər. Bəli, o mənim sözündən qaçır.
Özümlə neçə dəfə futbol maçından sonra bunu etmişəm. Komandam udanda biz qalib gəldik, uduzanda isə onlar məğlub oldular. Tamamilə. Bu aidiyyət və məsafə məsələsidir. İş yerində bizim şirkət bu qərarı verdi deyən işçi ilə şirkət belə qərar verdi deyən işçi arasında böyük fərq var. Biri özünü komandanın üzvü sayır, o biri isə kənarda saxlayır. Düzdür. Və bu, liderlər üçün xüsusilə vacib bir detaldır. Kriz anında bu problemi birlikdə həll etməliyik deməklə komanda arasında bir körpü qurursan. Bu təkcə əvəzliklərlə bağlı deyil deyəsən. Mənbədə aktiv və passiv cümlələrə də toxunulur. Yəni, səhv edildi demək, əslində mən səhv etdim deməkdən yayınmaqdır. Bəli, passiv cümlələr məsuliyyəti, belə deyək, buxarlandırır. Sizinlə maraqlanılacaq vədi havada qalır. Kim, nə vaxt, bəlli deyil. Amma mən sizinlə maraqlanacağam demək, konkret, şəxsi bir öhdəlikdir. Xüsusilə də işlər yolunda getməyəndə buna diqqət etmək lazımdır. Mütləq. İclasda hesabatlar vaxtında çatdırılmadı demək, heç kimi hədəf almır. Amma kimsə ayağa qalxıb desə ki, mənim tərəfimdə bir gecikmə oldu, səbəbi budur və həll edirəm, o insan dərhal etibar qazanır. Deməli, məsuliyyəti üzərinə götürmək zəiflik deyil. Əksinə, güvən yaradan bir gücdür. Yaxşı, bəs kimsə açıq-aşkar blöf edirsə, yəni səmimi deyilsə, bəzən hiss edirsən ki, qarşındakı rol oynayır, amma nəyin səhv olduğunu dəqiq bilmirsən. Mən bu mövzuda çox maraqlı bir ipucu verir. Blöf edən insanlar çox vaxt həddindən artıq kompensasiya olunurlar. Yəni şişirdirlər. Bəli, olduqlarından fərqli görünmək üçün şişirilmiş davranışlar sərgiləyirlər. Həqiqi özünə inamı olan insan sakitdir, amma blöf edən həddindən artıq rahat, həddindən artıq laqeyd və ya həddindən artıq əmin görünməyə çalışır. Məsələn, poker masasında ən güclü kartlar olan oyunçu adətən sakit olur. Amma əlində heç nə olmayan, blöf edən isə daha çox səs-küy salır, sürətli hərəkət edir. Çünki o sizi kartlarına deyil, öz performansına inandırmağa çalışır. Dəqiq olaraq. Bu, iş həyatında da belədir. Davamlı olaraq heç bir problem yoxdur, hər şey nəzarət altındadır deyən menecer, böyük ehtimalla daxilən ciddi narahatlıq yaşayır. Çünki əsl nəzarətin buna hər dəqiqə bəyan etməyə ehtiyacı yoxdur. Təcrübəli polislər bunu çox yaxşı bilirlər. Məsələn, günahsız bir insan ciddi ittihamla üzləşəndə adətən qəzəblənir, şoka düşür. Siz mənə necə belə bir şey deyə bilərsiniz kimi? Çünki şərəfinə toxunulub. Bəli, amma günahkar olan şübhəli çox vaxt sakit və laqeyd görünməyə çalışaraq blöf edər. Məsələn, əsnəyər, güya bu vəziyyət onu darıxdırır. Yaxud da şalvarındakı xəyali tükcükləri təmizləyər. Aynən. Bu həddindən artıq sakitlik əslində ən böyük həyəcan siqnalıdır. Deməli, bizdə üz ifadələri var, söz seçimləri var. Amma bütün bunlar bizi daha dərin bir qata aparır. İnsanların özlərinə danışdıqları hekayələr. Mənbədəki o zarafat yadıma düşdü. Adam həkimə gedir, deyir, doktor, qardaşım özünü toyuq zənn edir. Həkim deyir, gətirin, müalicə edək. Adam da cavab verir, gətirərdim amma mənə yumurta lazımdır. Yəni, biz hamımız biraz o adam kimiyik. Hekayələrimiz səhv olsa da onlara ehtiyacımız var. Çox doğru. Başqa bir misal da var idi. Özünü zombi sanan adam qolundan qan çıxanda deyir, görünür zombilər də qanlayır. Bu bizə inanılmaz bir üstünlük verir. Çünki davranışların arxasındakı əsl səbəbi, yəni hekayənin altındakı duyğunu anlamağa başlayırsan. Məsələn, deyilir ki, qəzəb çox vaxt qorxunun maskasıdır. İclasda masaya yumruğunu vuran müdür əslində qəzəbli deyil, qorxur. Nəzarəti itirməkdən qorxur. Bəli, vəziyyətə nəzarəti itirdiyini hiss edir və bu onu qorxudur. Və ya sizə kobud bir e-poçt yazan həmkarınıza nə qədər hörmətsizdir demək asandır. Amma bir anlıq dayanıb düşünsəniz ki, görəsən o hansı təhdidi hiss edir, bütün oyunu dəyişirsiniz. Yəni, reaktiv olmaqdan, sadəcə qəzəblə cavab verməkdən çıxıb, strateji bir mövqeyə keçirsən, artıq onun sözləri ilə deyil, qorxusuyla işləyirsən. Dəqiq olaraq. Və ya başqa bir nümunə. Hər kəs, heç vaxt, həmişə kimi mütləq ifadələr işlədən insanlar. Bu ölkədə heç nə düzəlməz. Həmişəndən pis oluram. Bəli, bu cür qəti ifadələr əslində daxili narahatlığın göstəricisidir. İnsan vəziyyətdən o qədər narahatdır ki, hər şeyi qara və ağ görməyə çalışır ki, bir qətilik hissi yaşasın.
Bunu anladığınız zaman o insanın argumenti ilə yox, narahatlığı ilə danışmağa başlayırsınız. Əsl empatiya budur. Bugün çox dərin mövzulara toxunduq. Üz ifadələrindən başladıq, dilin incəliklərinə, əvəzliklərə, blöf işarələrinə keçdik və sonda da insanların daxili hekayələrini anlamağın gücündən danışdıq. Məlum olur ki, uğur təkcə nə qədər ağıllı olduğumuzla deyil, Həm də insanların nə qədər doğru oxuduğumuzla bağlıdır. Mənbədəki yekun fikirlərdən biri xüsusilə düşündürücüdür. Deyir ki, davamlı olaraq öz uğurlarından danışan biri, əslində daxilən özünü qeyri-kafi hiss etməkdən qorxur. yəni bu qədər səs-küy salması daxilindəki o səsi batırmaq üçündür. Bəli, çünki əsl özünə inam sakitdir. Onun özünü sübut etməyə ehtiyacı yoxdur. Ona görə də kimsə özünü həddindən artıq şişirirsə, taxtın arxasına baxın, orada çox vaxt qorxmuş bir uşaq olur. Bu yəqin ki, başqalarına asanlıqla tənqid edən insanlara da aiddir. Onlar əslində göz ardı edilməkdən qorxurlar. Düzdür. Başqasını aşağı çəkərək özlərini yuxarıda hiss etməyə çalışırlar və ya həddindən artıq fəzilətli görünənin arxasında. Nietzsche'nin dediyi kimi gizli bir güc arzusu ola bilər. Çünki əsl yaxşılığın alqışa ehtiyacı yoxdur. Bütün bu bilikləri əldə etdikdən sonra iki seçimimiz var. Ya bundan insanları manipulyasiya etmək üçün istifadə edərik, ya da Onlara qarşı daha mərhəmətli olmaq üçün. məhz. Qəzəbli müdirin əslində qorxduğunu, təkəbbürlü insanın güvənsiz olduğunu anladığımızda onlara qarşı münasibətimiz dəyişir. İndi isə sizi bir düşüncə ilə baş-başa buraxmaq istərdik. Bugün danışdıqlarımızı nəzərə alaraq bir anlıq düşünün. Sizin özünüzə danışdığınız ən sevimli hekayə hansıdır və o hekayə əslində hansı daha dərin qorxunu və ya ehtiyacı maskalayır? Başqalarına onların nə dediyinə görə deyil, nəyi ortaya çıxardıqlarına görə dinləməyə başlasanız, münasibətlərinizdə nə dəyişərdi?